Hello guys, today's lesson is going to be past simple. Bugünkü mövzumuz keçmiş sadə zaman. Keçmiş sadə zamanın düzəlişi iki cür olur. Birinci qrupda feilin sonuna id şəkildə artırırıq. Bunlar qaydalı feillərdir. Məsələn, misal olaraq to wait, gözləmək feili. İdi artırırıq, waited olur. Bu bütün şəxslərdə eyni halda qalır. I waited, mən gözlədim. You waited, sən gözlədin. He waited, o gözlədi. She waited, o qadın gözlədi. We waited, biz gözlədik. They waited, onlar gözlədilər. Tərcümələrinə diqqət edin. Keçmiş və sadə, yəni gözlədilər, gördü, bildi, eşitdi, danışdı, bu cürünə gedir. İkinci qrup kökdən dəyişənlər, bunlar bir sıra feillərdir ki, bunları əzbərləmək lazımdır. Bunları zaman-zaman, yavaş-yavaş cümlələr içində istifadə edərək öyrənməyiniz daha məsləhətlidir. Bunlarda misal olaraq sleep çevrilir, slept olur. Yəni I slept, mən yatdım. You slept, sən yatdın. He slept, o kişi yatdı. She slept, o qadın yatdı. We slept, biz yatdıq. They slept, onlar yatdılar. Sual halı necə düzəlir? Bu zaman did hissəciyindən istifadə edirik. Did hissəciyi mübtədədən qabağa keçir. Sonra isə adi feili əvvəlki halında, mütləq əvvəlki halına qaytarırıq. Əgər idi artırmışdıqsa, idini artırıq. Əgər feil kökündən dəyişmişdirsə, əvvəlki halına qayıdır. Misallarla izah eləyək. Did I wait? Mən gözlədim. Did you wait? Sən gözlədin. Did he wait? O gözlədi. Did she wait? O gözlədi. Did we wait? Biz gözlədik. Did they wait? Onlar gözlədilər. Sleep'ə baxaq, yəni kökündən dəyişən. Did I sleep? Slept olurdu. I slept, mən yatdım. Did I sleep? Mən yatdım. Did you sleep? Sən yatdın. Did he sleep? O kişi yatdı. Did she sleep? O qadın yatdı. Did we sleep? Biz yatdıq. Did they sleep? Onlar yatdılar. Negativ, yəni inkar halına baxsaq, did-dən sonra not hissəciyini artırırıq. Bu qədər. Yenə feil əvvəlki halında qalır. I did not wait. Mən gözləmədim. You did not wait. Sən gözləmədin. He did not wait. O gözləmədi. Və beləncə düzəlir. Did not hissəciyi qısa yazılış forması didn't olur. Didn't deyilir. Didn't gördüyünüz kimi yazılır. Bu istəyə üzrə, yəni necə istəsəz ikisini də istifadə edə bilərsiniz. İndi kökündən dəyişənə diqqət eləyək. I did not sleep. Mən yatmadım. We did not sleep. Biz yatmadıq. They did not sleep. Onlar yatmadılar. Qaydasız feillərə, yəni kökündən dəyişənlərə misallar olaraq to say demək, said, dedi. Artıq bunun kökündən dəyişərək keçmiş halı belə olur. To make, etmək, düzəltmək. Made, etdi, düzəltdi. To go, getmək. Went, getdi. To take, götürmək. Took, götürdü. To come, gəlmək. Came, gəldi. To see, görmək. Saw, gördü. To know, bilmək. Knew, bildi. To get, əldə etmək. Got, əldə etdi. To give, vermək. Gave, verdi. To find, tapmaq. Found, tapdı. Məsələn, I found my phone. Mən telefonumu tapdım. She said to me, o mənə dedi. Bu cürünə fərqli misallar qura bilərsiniz. Əlavə misallar olaraq keçmiş sadə zamana I did not sleep last night. Dünən gecə yatmadım. We went to the park yesterday. Biz dünən parka getdik. Did you wait for them? Sən onları gözlədinmi? She did not come today. O bugün gəlmədi. They laughed a lot at school. Onlar məktəbdə çox güldülər. Thanks a lot for watching. İzlədiyiniz üçün təşəkkür edirəm. That was the end of the lesson. Bu dərsin sonu idi. Please subscribe the channel. Lütfən kanala abunə olun. To have notification whenever I upload new videos. Have a good day.